أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. اللهم لك الحمد حمدا دائما أبدا سرمدا لا انقطاع له. أشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. أوصيكم عباد الله ونفسي بتقوى الله ولزوم عبادته والامتثال لأوامره والسير على نهج رسوله الأكرم وأهل بيته صلوات الله وسلام عليهم أجمعين. Bəhətimiz ağalar, biz ittifak ettik bir gün demeyeyim, sesim iyi diyor. Ve ağalar biz gelendek Suret Kul Huvallahu Ahad bu mübarek surenin iki bahthine gelendek Bismillahirrahmanirrahim bitirdik. Geldik bu mübarek ayeye, birinci ayet ve huve kul huvallahu ahad. Ağalar biz bu ayete gelende görürüz ennehu, her hafta böyle diyor ki bir gün çok yaramaz oldu. Ses vadıhtı yani yüzde? İyiydi. Biz gelende ağalar bu ayeye bakırız, Allah Tebareke ve Teala emridir Peygamberine salavatullahi ve selamu aleyhi ya Resulallah. O ürəqidəki tevhidi dilidə izhar elə. Nələ? Kul huvallahu ahad. Və o kafirləri da ikinədir. Dəvət elə özlərini nəyə? Tevhidə. Fəgələndə lidər ki, ma'al ilm ənəhu vəlakin ağalar. Biz gələndək, ayrı rivayətlərdə gələndək. Məsələn, ayrı rivayətlərdə gələndək nə deyirik? O bazı ayetlerde gelendek, bakırıq o ayetlerde bilhusus ennehu hitap peygamberədir. Nedir ayette peygambere? Dir fe'lem ennehu la ilahe illallah. Xo peygamber özü imamil muvahhidindi. Peygamber bilmirdi tevhid nədir? Bəli. Peygamber bilmirdi ma'na la ilahe illallah nədir? Bəli. Və Allah Tebareke ve Teala nəçin Peyğəmbərə burada deyir fa'lem ennehu la ilahe illallah. Müfessirlər ağalar gəldilər bunu bəyan etdilər. Dedilər əvvələn Allah Tebareke ve Teala Peyğəmbərə deyəndə fa'lem ennehu la ilahe illallah buna deyər bu o qapıdandır bi'tibar ennehu Peyğəmbər thəbat etsin, istimrar etsin o mənhəci üzərinə və o mənhəci təvhid. Aynən dedilər buna bənzər biz indi namazda oxumuruq Surət-el Həmddə deyirik ihdinas sıratal müstəqim. Bəli, xud dedilər bunu Peyğəmbər də namazında oxurdu. İmam Masum da oxurdu. Nə deyirdi? İhdina sıratal müstəqim. Ma'al ilm özləri imamil hidayədilər. Özləridən hidayət təhqiq olar. Və əgər özləri imamil hidayə isələr, hidayət özləridən təhqiq olunursa, mənası nə idi? Allah Tebareke ve Teala'dan talab edirlər hidayət. Dedilər bu qapıdandır və huvə ənəhu əl-əimmə talab edəndələr Allah Tebareke ve Teala'dan. Deyəndələr ihdinas sıratal müstəqim. Dedilər bunda üç qavul var. Birinci qavul dedilər imam deyəndə ihdinas sıratal müstəqim və huvə ənəhu yəni nədir? Yəni ilahi məni istimrar etdir. İlahi məni sabit qoy o nədir? Mənhəc üzərinə və huvə mənhəci təvhid üzərinə. İkinci dediler, ikinci kavl Allah Tebareke ve Teala Peygamber'e diyende fe'lem ennehu la ilahe illallah manası budur ikinci kavl. Ve huve dediler işareti bi ennehu neye? Ennehu ya benil beşer. Bütün ihtiyacatı, bütün meşakili kimin elindedir? Allah Tebareke ve Teala'nın elindedir. Yani beşer iden eğer iltica ettiyse Allah Tebareke ve Teala bütün müşkilasını halleder. Bütün fitneden halas eder özüne.
فديدler Allah Tebareke ve Teala diyende iden la ilahe illallah fa'lem ennehu la ilahe illallah yani ya Resulullah i'lem ennehu nâde bütün meşakili, bütün şeyi ve huve be'ennehu mânim elimdâd. Keennema Allah Tebareke ve Teala dediler böyle diyende ve huve ennehu beşeristir alıştırsın. Ennehu sani bütün meşakili, bütün hacati Allah'ın elindedir. Ha zaman Allah'a iltica ettiyse bütün meşakili halleder. Fi nefsil vakit dediler peygamberin koy veledi yani gevilini alır Allah Tebareke ve Teala. Hatırını alır. Niçin? Lennehu peygambere çok aziyet verirdiler. Allah Tebareke ve Teala keennema der ya Resulallah bil sene iki bu aziyetler verildi. Savaen bütün sene bu aziyet verilen bunun arkasınca sebep var. İndi sebep beşerdi, av cindi, av biennehu bir hadise tabiiyyadi, av vakia tabiiyyadi, av kafirlardı sana biennehu nade zelal veren, av münafıklardı sana zelal veren. Bil bular bütünü nade ahirde hara döner, benim yanıma döner. Yani buların nade emri benim elimdedir. Gayetel emr iki men koyandım. Ennehu sana bular koy belediyağın tabiri dağın bu zellerler üzeri eninde bu zahmetliğe uğramağı. Bu biennehu nade bu aziyet çekmeği ve huve nade mümin de müpteladır. Labudde gerek bu zahmetliklere uğrasın. Gerek bu zahmetliklerden geçsin. Ne için? Eğer günahı varsa günaha gider. Eğer bir ennehu günahı yoksa ve ennehu nâde ağalar derecesi üske gola. İden bu ikinci kavuldu dediler. Üçüncü kavul bu la ilahe illallah Allah Tebareke ve Teala diyende ya Resulullah selam kul huvallahu ahad dediler ennehu bu insanı da'vadı ennehu koy beled yağın insanın hatta ma'rifası fazla olsun. Ve in kâne insan muvahhidse de imanı da varsa Allah Tebareke ve Teala'nın koy beled yağın vihdaniyetine velakin müminin ihtiyacı var ma'rifeye Allah Tebareke ve Teala'nın ma'rifesine. Ma'rifenin de hiçbir haddi yoktu. Hududu yoktu. Hatta İmam Ma'sumun ihtiyacı var Allah'ın ma'rifesine. Bel İmam Ma'sumu aldıysak ağalar kıyasen bizim ma'rifemize Allah'a özü nedir? Kımmedadır. Velakin bittali imamın ihtiyacı var. Ma'rifesinin ziyadeli olsun Allah'a yoluyor. Bel ihtiyacı var. Fel imam el ma'sumun da ihtiyacı var. Ennehu nedir? Ma'rifesi olsun fazla Allah Tebareke ve Teala'ya. Feiden dediler el hulasa ennehu nedir? Allah Tebareke ve Teala emreden de peygambere diyende fe'lem ennehu la ilahe illallah Av biennehu ya Resulullah selam kul huvallahu ahad dediler emundan bir neticeye yetişirik. Ve huve el hulasa dediler insanın ma'rifesi olduysa tevhidden ve huve ennehu ne gayesi var gaye maddiyesi varsa gaye ma'neviyesi varsa yetişer özüne. Bu hakikande tekit etmek için bir rivaye getirdiler ulemalarımız. Rivayatı ağalar kim nakliyedir? Rivayatı Cemil ibn Durraç min a'azimir rivayatı ashab el-imam s-sadıktandı. Bakır rivayette nedir Cemil ibn Durraç? Dir kâle لو يعلم الناس ما في فضل معرفة الله عز وجل ما مدوا أعينهم على ما متع الله به الأعداء. Anladıysko. Eğer millet bildiyseler Allah Tebareke ve Teala'nın marifetinden ne fazıl var, gözlerin koymazlar o kimselere Allah Tebareke ve Teala mal mülk verip de dünyanı verip onlar da Allah'ın düşmanıdırlar. Allah'ın düşmanıdırlar. Allah Tebareke ve Teala dünyanı verip öznedir. Eğer bilseler ne fazıl var Allah Tebareke ve Teala'nın marifesinde. İddet favaid var. Ağalar biz 3 faide diyağın khatmeder. Birinci faide Allah Tebareke ve Teala'nın ma'rifesinde ennehu insanın eğer ma'rifesi olsa Allah Tebareke ve Teala'ya insanda kemal
zər'idir. İnsanı kamalına yetişir, insanı yetiştirir, qoy belə deyəqin, ən üskək bir maqama. Yox, hələ bəs insanı Allahın mərifəsi insanı kamalına yetiştirir, insanı üskək bir maqama yetiştirir. Və ağalar, hatta rivayətdə gəlib, insanın imanı mürtabıtdır Allahın mərifəsinə. Yani bima'na ennehu insanın ma'rifesi nanca fazla olduysa Allah'a onca imanı fazla olur. Yani bu demunda ne var? İşare var ennehu insanın imanının üskek olmağı namaz oruçdan döge ağalar. İbadattan döge. Ve innema neydendi? Ve innema ma'rifeydendi. Bu ibadetler namaz olsun, oruç olsun, bakil ibadet olsun, bunlar faraizdiler, bunlar vacibattı, gerek biz bunlara kalkağın. Lidhalike el-gâyel esma huve ma'rifetillah, hatta el-gâye minel ibade Allah'ın ma'rifesidir. Allah'a nerede? Allah'ın qurbudur. Lidhalike iden ağalar, biz gələndə birinci nokta ennehu nədir? Ennehu evvelen el-istifadə bu rivayətdən edirik. Allah Tebareke ve Teala'nın ma'rifəsindanca insanda olduysa, onca insan kamalına yetişir, onca insanın makamı üskək olur, onca insanın imanı kuvvetli olur. Lidhalike Allah Tebareke ve Teala bi ennehu temyiz edir bilenden bilmeyeni. لأنه قوي بلد يعني الموحد الجاهل اختلاف eder عن الموحد العالم كما في رواية تقال پیغمبردان صلوات الله وسلام عليه در موحد العالم فضل موحد الجاهل كفضل القمر على النجوم كفضلي على أمتي benim fadlımdan canadı ümmetim bir alimin fadlı cahile bu şekilde benim nece fadlım ümmetim üzerine bu şekilde fadlı. İden ağalar bu birinci noktada ennehu insanın ma'rifati ve huve ennehu koyar özünde kamalı olsun ve makamı üskek olsun ve imanı üskek olsun. İkinci nokta ennehu koyar insan, ikinci nokta istifade ederek bu rivayetten ennehu nade Allah Tebareke ve Teala'nın ma'rifesi vacib aynidir her insanın üzerine. İnsanın eğer ma'rifesi olmadıysa Allah Tebareke ve Teala yarın muahada oğlunu. İden vacibdir insanın üzerine Allah Tebareke ve Teala'nı tanısın. Üçüncü şey, ikimin de diyeyim, hatmedim ağalar, ve huve ennehu bundan istifade eder. Üçüncü faide, ennehu Allah Tebareke ve Teala'nın ma'rifesinde lezzet ma'neviye var. Unus var insan için. İnsanın ma'rifesi olduysa tevhide, unus tapar özünde lezzet ma'neviye tapar, ondan daha hiçbir o yana bir lezzet yoktur. Maddi olsun, o ma'neviye olsun. İden el-hulasa ağalar. Bu bahitten Allah Tebareke ve Teala peygambere diyende ya Resulallah selam kul huvallahu ahad emreden de özne bi ennehu tevhid meselesinde ve kadar izhar etsin, olar davet etsin. İden el-hulasa ennehu neye yetiştik? En-netice, en-nihaiye yetiştik. Ennehu nâdi? Allah Tebareke ve Teala'nın ma'rifesi vacibdir insanın üzerine. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Sadaka. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين اللهم لك الحمد حمدا دائما أبدا سرمدا لا انقطاع له أشهد أن لا إله إلا الله وحده لا شريك له
وأشهد أن محمدا عبده ورسوله. اللهم صل على محمد سيد المرسلين وخاتم النبيين وحجة رب العالمين. اللهم صل وسلم على علي أمير المؤمنين وسيد الوصيين وإمام المتقين وحجة رب العالمين. اللهم صل وسلم على الصديقة الطاهرة فاطمة الزهراء سيدة نساء العالمين. اللهم صل وسلم على سيدي شباب أهل الجنة الإمام حسن المجتبى والإمام الحسين الشهيد بكربلاء. اللهم صل وسلم على الإمام علي زين العابدين والإمام محمد الباقر والإمام جعفر الصادق. اللهم صل وسلم على الإمام موسى الكاظم والإمام علي الرضا والإمام محمد الجواد والإمام علي الهادي. اللهم صل وسلم على الإمام حسن العسكري. اللهم صل وسلم على الإمام الحجة المنتظر المهدي. اللهم عجل فرجه، اللهم سهل مخرجه، اللهم اجعلنا من أنصاره وأعوانه والمستشهدين بين يديه بحق محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. Ağalar, biz birinci bəhətimizdə ikiyə çıxdıq bu nəticəyə, vəhvə ənəhu Allah təbarəkə və teala Peyğəmbərə deyəndə ya Rasulullah sələ qul huvallahu əhəd əmr edəndə özünə Peyğəmbər ma'murdur təvhidə, ma'murdur ənəhu təvhidi bilintirsin özlərinə. Bu nəticəyə yetişdi. El-xulasa ənəhu Allah təbarəkə və teala'nın ma'rifəsi vacibdir bütünümüzün üzərinə. Gözəl. Biz gələndə ağalar sual var. Vəhiyə. Ənəhu rivayətlərdə, bəzi rivayətlər alanda və əhlil hikməni alanda deyirlər Allah təbarəkə və teala'nın ma'rifəsi əmr fıtridir. İhtiyac etmez insan illa delilden yetişsin özüne. İnsanın fıtrasında var ennehu nədir? Allah'ın tevhidi. Burada şahit de getirdiler buna. Dediler İmam Sadık bu ayetin tefsirine gelende Bismillahirrahmanirrahim. Fıtratallahilleti fataran nase aleyha. İmam Sadık dediler bunu beyan edende dedi fatarahum على التوحيد يعني بمعنى أنه توحيد أمر فطري دي ağalar imam da gelende بأنه bu ayetin tefsirine gelende fıtratallahilleti fataran nase الناس imam takmin etmedi demedi kısım minen nas وإنما آية إطلاق يعني إمام ديان بأنه ناد الله تبارك وتعالى فطرهم على التوحيد ناي الشمليدري إسلام الشمليدري كافر الشمليدري مشرك ده الشمليدري İyi de eğer bütünün şümledirse Allah Tebareke ve Teala nece Peygamber'e emredir ya Resulallah ürəqidəki tevhidi izhar ile dilde bunlarda neye davet eyleştirim siz mənim için bildirəsiniz. Əhsəntum tevhide davet eyləşlər. Bunların ürəqlərində var tevhid, muvahhiddirlər ürəqlərində. Bədaha neye davet? Ne için burada Kur'an dedi ya Resulallah özlərini davet eləməyə? Tevhide sele kul huvallahu ahad beyan ile özleri için. Ulemamız ne dediler? Dediler imam burada diyende bi ennehu nadi bu ayetin tefsirine gelende diyende fatarahum ala tevhid ve huve ennehu fıtra ahad delail tevhid. يعني المعرفة الفطرية معرفة إجمالية معرفة تفصيلية دوغي معرفة تفصيلية دوغي يعني نادي إجمالية تفصيلية دوغي دي إنسان فطرası bu şekil diyor özüne diyor ya eyyuhel insan seni Rabbi var seni halk edip ama daha bu seni halk eden Rabbi nadi necadi bilintirmez özüne sıfatı nadi hasaisi nadi بأنه نشكل نشادب bildirmez özüne. Dediler amr fıtri aynen bir misal verağın ağalar bir misal verim size. Biz gelendik bi ennehu bizde bir kaide fıtriye var ve huve ennehu el cahil kime döner? Alime döner. Lidalike bir tane hasta olursa kime gider? Fiterçiye gider ya da doktor aktarız için. Doktor aktar لأنه bu amr fıtridir doktor aktarmağı. Av bir dənə gələndə bi ənəhu nədir qoy belədiyəğin bir dənə istəyəndə
alışsın hara gider? Məktəbə hara? Bir iyi məktəb axtarar, iyi ustad axtarar, hatta alıştırsın özünə. Bir dənə ac olanda hara gider ağalar? Nə axtarar? Yemək axtarar, mat'am axtarar, hatta getsin, hatta o acılığın qaldırsın. Tamam. Bir dənə istəyəndə dam yapsın, kimə gider? Mənim arxamca gəliyor da gider, bənnə axtarar, əməl axtarar. Bənnə axtarar, əməl axtarar. Bu fıtri bir şeydir. Və bir dənə əhkam diniyyəsində gələndə ağalar kimə gider? Alimə gider. Fıtra belə deyir özünə. Əl-cahil yaudu ilə el-alim. Amma bu alimin sıfatı nədir? Bu alim nə şekil olsun bunu bildirməz özünə. Fıtra deməz özünə ənəhu bu alim gərək hurr olsun, bu alim gərək adil olsun, bu alim gərək fəqih olsun, bu alim gərək mümin olsun, Allah'a mümin olsun, avliyaına, əimməyə bunu bildirməz. Bu kimin devridir? Şəriatın devridir. Din gəli bildirib ənə deyər, o alim, o fıtra iki deyədi insana, əl-cahil yaudu iləl-alim, o alimin gərək sıfatın olsun, bunlar olsunlar. Fəkəzəlikə Allah təbarəkə və teala'nın da ma'rifəsi bu şekildə ağalar. Fıtra gəlməz insana desin bi ənəhu nədir? Allah'ın sıfatı nədir? Demez Allah Tebareke ve Teala'nın sıfatı nedir? Allah Tebareke ve Teala'nın hasaisi nedir? Ne layıktı Allah'a, ne layıktı? Allah nece sun etti bu sunu? Allah nece halk etti yeri göğü? Bunu fıtra bildirmez. Fıtranın işidir. Fıtra bəs bildirir ennehu nedir? Allah mevcuddu, halıktı. Amma Allah necədir sıfatı nedir? Bildirmez. Kimin işidir bu? Peyğəmbərlərin işidir. Peyğəmbərlər gəlirlər edən nədir? Ma'rifə tafsiliyəyə irşad edərlər bizi. Əl-əimmə salavatullahi və səlam aleyhim gəlirlər nədir? Ma'rifə tafsiliyəyə bizi irşad edərlər. Deyərlər o Allah iki fıtra sizi deydi və nədir? Sizi xaliqiyizdir, sizi Rabbiyizdir. Və huvə nədir? Kur'an nə deyədi? Gəldi dedi o Allah kul huvallahu əhəddir. Fıtra demez ahad diyor da ahad diyor. Bunu kim geldi bize bildirir? Din bildirir, şeriat bildirir. Buradan bu sure geldi. Bu sure geldi dedi. O Halik iki sizi halk edip de vücuda çıkardı da sizi Rabbinizdi. Ve huve nâde ahaddi. Lem yelitti ve lem yuladdi. Ve lem yekun lehu kufuven ahaddi. İden Allah Tebareke ve Teala bu surede ağalar ne etti? Nefsini tanıtırdı bize. Yani bima'na idan bu neticeye yetişir ennehu el-ma'rife el-fıtriye istigna etmez anil ma'rife el-irşadiye. Felidhalike insan fi kulli zaman ennehu neye ihtiyaclar var ağalar? İmam Masum'a ihtiyacı var. İmam Masum'a ihtiyacı var. Ne için? Hatta özünü irşad etsin neye? Hidayet yoluna. Lidhalike biz eğer geldiysek cahillerin mu'tekadatlarını aldıysak çok mu'tekadatları var idi. Çok hirafatlar var idi. Ve lakin Allah Tebareke ve Teala'nın kadiyesine gelinde ne deyirdiler? Ve le in se'eltehum men halaqas semavati vel ard. Cevapları neydi? Ağalar. La yekulunna Allah. Deyirlər Allah xalq edib əs-səmavati və l-ard. Və lakin bu Allah iki özləri bilirlər. Fə imam idən nədir? İmam deyəndə bi-ənəhu fatarahum alə-təvhid bunu qazd edir. Soranda özlərini ənəhu kim xalq edib bu yeri göğü? Nə deyərlər? Allah idən bunların nədir? Ma'rifə fıtriyələr var. Tevhidləri nədir? Ma'rifə fıtriyədir, ma'rifə tafsiliyədir. Lidhalika özləri baxırsa bir qismi bi ənəhu puta ibadet edir, deyirdi bu put Allah'dır. Bir kısmı deyirdi nədir? Put Allah'ın mustavasındadır. Bir kısmı deyirdi bu putlara biz ibadet edirik, bunlar yoldur, bizi yetiştirir hara? Allah'a yetiştirir. Bir kısmı deyirdi Allah güneştir. Bir kısmı deyirdi Allah ayda. İzen nədir? Ma'al ilim ennehu nədir? Bilirlər Allah mevcuttur. Bilirlər halıqdır. Ve lakin necədir Allah? Kimdir o Allah? Bilmirdilər özünü. Fa buradan izen nədir? Buradan ihtiyac oldu ennehu nəyə? Ennehu el-ma'suma. Allah Tebareke ve Teala buradan dedi ya Resulallah bi ennehu bildirizlerine. Sele ennehu nədir? Kul huvallahu ahad. فنسأل الله تبارك وتعالى بحق محمد وآل محمد bizi ağalar, ehli beyt
yolundan etmesin. İlâ arvâhil enbiyâi vel ulemâi ve şühedâ ve amvâtina ve amvâtikum nuhdî lil cemî thevâbel Fatiha ma'as salât alâ Muhammed ve âli Muhammed.